Sağ olun, hörmətli sədr, hörmətli hökumət üzvləri, hörmətli millət vəkilləri. Mən hörmətli məruzəçilərin çıxışına diqqətlə qulaq astım. İstər İqtisadi Siyasət Komissiyasının, istərsə də komitəsinin, istərsə də hörmətli Maliyyə Nazirinin çıxışına. Və rəqəmlərə də baxanda məntiq belə alınır ki, Azərbaycanda doğrudan da 2007-ci ildə 6 milyon dövlət büdcəsinin gəlir hissəsi 6 milyon olub, 2008-ci ildə 10 milyon olub və kifayət qədər böyük fərqlər var və bu da təbii ki, rəqəmlərin dili ilə baxanda çox böyük inkişaf deməkdir. Amma məsələnin mahiyyətinə istəyirəm, varım. Doğrudanmı bu gəlirlərin həcmi təxminən 4 milyarddan bir qədər artıq olan gəlirlərin həcmi doğrudanmı hökumətin fəaliyyətinin və inkişafın nəticəsi olaraq ortaya çıxıb və büdcənin formalaşmasında doğrudanmı bu fəaliyyət ciddi nəticə verib? İlk növbədə Dövlət Neft Fondundan daxil olmaların rəqəmləri məni düşündürdü və İstərdim ki, hörmətli hökumət nümayəndələri bu rəqəmə ciddi diqqət etsinlər. 2007-ci ildə Dövlət Neft Fondundan daxil olmaların miqdarı 585 milyon manat. 2008-ci ildə Dövlət Neft Fondundan daxil olmaların miqdarı 3 milyard 800 milyon manat olub. Və faktik olaraq 2007-ci illə 2008-ci il dövlət büdcəsində gəlir hissədə yaranan o fərq 4 milyarddan bir qədər artıq fərq faktik olaraq Dövlət Neft Fondundan daxil olmaların hesabına formalaşdırılıb. Əgər bunu faizlə ifadə eləsəm, 649,6 faiz artıq 2007-ci ilə nəzərən 2008-ci ildə Dövlət Neft Fondundan daxil olma olub. Bu inkişaf deyil. Bu sadəcə olaraq Allahın Azərbaycana verdiyi neftin satılmasından neft fonduna daxil olan vəsait və hökumətin həmin vəsaiti xərcləməsidir. Sual olunur, neftin qiymətini Azərbaycan hökuməti mi müəyyən edir? Neftin qiymətini Azərbaycan hökuməti mi beynəlxalq bazarda tənzimləyir? Yox, 2008-ci ildə satılan neft məhsullarının qiymətini təbii ki, bugün beynəlxalq bazarda Azərbaycan hökuməti heç nə ilə tənzim edə bilməz. Maraqlı hallardan biridir ki, neft fondundan daxil olmaların miqdarı azalmaq əvəzinə getdikcə artır. 2009-cu ilin dövlət neft fondundan büdcəyə daxil olmaların miqdarı 5 milyarda yaxındır. Təxminən 4 milyard 900 milyondur. Əgər 2007-ci ildə dövlət neft fondundan daxil olmaların faizlə göstəricisi 9% olubsa, 2008-ci ildə 24% olubsa, 2009-cu ildə 42%dir. Mən qorxuram ki, gələn il 2010-cu ilin dövlət büdcəsində dövlət neft fondundan daxil olmalar 60% artıq təşkil edir. Əgər bu artım bu şəkildə davam edəcəksə, ölkə tək sektorlu iqtisadi strukturların üzərində oturub, nəticə etibarilə mayadan yiyən və yaxud da çox qısa bir zamanda ölkənin taleyini, iqtisadi taleyini həll edən və onu iflasa sürükləyən bir siyasətin qurbanı olacaq. Bu inkişaf deyil. Regionların inkişafından ciddi şəkildə burada danışıldı. Regionların inkişaf etdirilməsi və s. və s. Diqqət edin. 2007-ci ildə dövlət büdcəsindən regionların saxlanılması üçün büdcədən ayrılan dotasiyanın miqdarı 2008-ci ildə nə qədər artıb? 2009-cu ilin büdcəsi üçün nə qədər artırılıb dotasiya? Əgər regionlarda bu qədər inkişaf varsa, regionlarda bu qədər iqtisadi strukturlar inkişaf etdirilirsə, iş yerləri açılırsa, nədən ötürü mərkəzdən ayrılan dotasiyaların miqdarı bu qədər artır? Hökumət çox təəssüflər olsun ki, bu sualların heç birinə cavab vermir. Və burada neft fondundan ayrılan rəqəmlər hesabına filan sahəyə filan qədər pul ayırdıq, filan sahədə filan qədər tikinti işləri getdi, filan oldu. Bəs sonra, 3 ildən sonra həmin tikinti strukturları yenidən dotasiya istəməyəcəkmi dövlət büdcəsindən? Yoxsa beynəlxalq valyuta fondu ilə də, beynəlxalq birjalarla da, neft sektorları ilə də bizim bir müqaviləmiz var ki, Azərbaycanın xatirinə neft ilə bu şəkildə qiymətini qaldıra-qaldıra gedəcək. Diqqət edin, 70 dollardan müəyyən etmiş 2009-cu ilin büdcəsi üçün hələ indi 60 dollara qalxmaq istəyir və yaxud da bu rəqəmlər üzərində oynayır. Amma 3 ay ərzində 45 dollardan, 42 dollardan yuxarı qalxmadı. Sabah necə olacaq? Sabah tikdiyimiz həmin layihələr, çəkdiyimiz həmin yollar yenidən dotasiya istəməyəcəkmi? Əgər bugün dövlət neft fondunun hesabına bunu doldururuqsa, bu pulu ayırırıqsa, sabah nəyin hesabını edəcəyik? Bugün tikdiklərimiz sabah başımıza uçacaq.
Heç kimi iddia... Bir dəqiqə ilə yekundaş xahiş edirəm. Heç kəs iddia etməsin ki, bütün bunların hamısı sabah bu veya digər şəkildə dotasiya istəməyəcək. Ayrı-ayrı layihələrin adını çəkmək istəmirəm, amma hökumət diqqət etsin ki, yerinə yetirdiyi son illərdəki layihələrin neçəsinə təkrarən qayıdıb. Və bütün bunların hamısına son olaraq Mübariz müəllimin qiymətlərin aşağı salınması ilə bağlı, aeroportlarla bağlı fikri ilə tamamlamaq istəyirəm. Mən burada bir dəfə demişdim ki, Gəncədə, Lənkəranda, Zaqatalada, beynəlxalq hava limanlarının açılışı Azərbaycan infrastrukturunun yeniləşməsi və ya turizmin inkişafı üçün əsaslı göstərici deyil. Məsələyə bu şəkildə yanaşmaq doğru deyil. Fərqli şəkildə yanaşmaq lazım idi. Orada yaşayan insanların özünün həyat şəraitinin qaldırılması və biznes strukturlarının inkişafı, infrastrukturun yaradılmasını sifariş verməlidir. Təəssüflər olsun ki, hər şey belə tərsinə baş verir. Ona görə də mən hesab edirəm, 2008-ci il büdcəsi burada deyilən səviyyədə deyil və mən